Salam, Məsələn kanalındasınız. Bu video adi onluq kəsrlərin ilk part videosudur. Naturalda kimi uzatmayacağam adi onluq kəsrləri. Qısa partlarla tutacağam. Yəni deyim 1-2 partla bitirməyə çalışacağam. Amma aydındır ki, partların sayı azaldıqca videonun müddəti də çoxalacaq. Yenə də siz baxın axıra qədər, çünki həqiqətən keyfiyyətli suallar seçmişəm. Buraxılış imtahanı düşə biləcək tipdədir. Nə çox çətinə, nə çox asana qaçmışam. Belə deyim. Sadəcə bu videoda adi kəsir nə olan şeydir, yəni bunun anlayışı verəcəm, yəni tanımını verəcəm və düzgün olmayan kəsirlərdən danışıb onun son nümunələrinə keçəcəyik. Okay, baxın, adi kəsir nədir? Hər hansı bir ədəddir, A və B ədədi. Bu ikisi də natural ədəddir bu arada. A bölünsün B şəklində göstərilə bilən ədədlərə belə deyim, adi kəsirlər deyirlər, okey? Yəni A da B-də natural olmalıdır. Qabağında heç nə olmaz, qabağında bir şey olmasın, dalında bir şey olmasın, önündə bir şey olmasın. Sadəcə A bölünsün B şəklində göstərilməlidir. Və bu arada yenə deyirəm, natural mənfidirsə bu adi kəsir deyil. İkisində hər hansı birinin qabağında mənfi varsa, deməli bu adi kəsir deyil. Müsbət olmalıdır, natural olmalıdır və bu şəkildə göstərilə bilməlidir. Buna deyirlər adi kəsirlər. Zaten adi kəsirlərin toplanmasıdır, çıxılmasıdır, vurulmasıdır, bölünməsidir, müqayisəsidir. Bunlar haqqında ətraflı danışacağıq. Yəni bu sual nümunələrə baxacağıq. Onun üçün çox burada hələ danışmıram. Düzgün olan və düzgün olmayan kəsirlərə baxaq. A bölünsün B-də dedik ki, bu adi kəsirlərdir. Düzgün kəsirdə, düzgün olmayan kəsirdə adi kəsir kateqoriyasına daxildir, belə deyim. Əgər buna deyirlər sürət, buna deyirlər məxrəc. Aydındır ki, məncə bunlar bilirsiniz, amma yenə də deyirəm. Bu məxrəcdə bu sürət, əgər məxrəc sürətdən böyük olarsa, bax, böyük bərabər yox, sadəcə böyük olarsa, buna deyirlər düzgün kəsir. Düzgün kəsir. Düzgün kəsir. Yəni normalda nətər? Yəni düzgün, belə deyim, belə yadınızda saxlaya bilərsiniz. Normalda nədir? Məxrəc böyük olmalıdır. Deməli düzgündür bu. Okay? Amma yox A, yəni sürət məxrəcdən böyük bərabər olarsa, baxın, böyük bərabər A, böyük bərabər olarsa, buna deyirlər düzgün olmayan kəsir. Düzgün olmayan kəsir. Okay? Düzgün olmayan kəsirdə buna deyirlər. Bunu yadınızdan çıxarmayın. Okay? Məsələn deyirəm 7-də 5. Bu nədir? Düzgündür yoxsa düzgün olmayandır? Bax, nədir? Sürət daha böyükdür. Sürət daha böyüksə nədir? Düzgün olmayan kəsirdir. Yaxşı 5-də 1. Nə bilim 5-də 1 nədir? Düzgün kəsirdir. Çünki məxrəc böyükdür. Bu tip yəni ümid edirəm ki, bunu bilirsiniz. Bu sizin üçün sadəcə təkrar oldu. Okay? Yəni bunu tək rəqəmlə, yox hərflə falan verəcəklər sual nümunələrində. Çox başsız qarşılayacağım nüanslar ola bilər, amma hamısına bir-bir baxacaq. Narahat olmayın. İlk nümunəmizə deyir ki, x-in hansı natural qiymətində x bölünsün 10 kəsir düzgündür. Bax, düzgün kəsir. Düzgün kəsir nə idi? Bax, x bölünsün 10. Düzgün kəsir o idi ki, məxrəc sürətdən böyük olmalıdır. Məxrəc, yəni 10 böyük olmalıdır nədən? X-dən, sürətdən. Aydındır ki, bax demişdim axı, bir kəsir adi kəsir şəklində göstərirsənsə, bu da natural olmalıdır, bu da natural olmalıdır. X deməli ondan kiçik neçə natural qiymət var, yəni ədəd var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-a dayandım. Artıq 10 keçmir. Çünki burada bərabərlik işarəti yoxdur. Bizim x-in ilk halda, bax, ilk halda alacağı qiymətlər bunlardır. İndi ikinci hala baxaq. Deyir ki, aha, 7 bölünsün x isə düzgün olmayan kəsr olar. X-in hansı qiymət? Yəni x müəyyən bir qiymət alır. Bunda həm bu şərt ödənir, həm bu şərt ödənir. Ortaq olanlar sizə aydındır ki. Deyir ki, x bölünsün 7 nədir? Düzgün olmayandır. Düzgün olmayanda nə idi? Sürət məxrəcdən böyük bərabər, yəni x böyük bərabərdir 7-dən. Hə? Burada nə ala bilər? 7 alar, 8 alar, 9 alar, 10 alar, 11 alar və müsbət sonsuza qədər gedər. Yəni bizim burada bir sərhədimiz yoxdur. X istənilən qiymət alar bu şərtdə. Amma nədir? X ikisi üçün də ödəməlidir. İkisi üçün də ödəyən qiymətlər hansıdır? Bax 7, 8, 9 bunda da var. 7, 8, 9 bunda. 10, 11 var, bunda yoxdur. Nə bilim burada 1, 2, 3, 4 var. Bu var, bunda yoxdur. Deməli hansı qiymətlər? 7, 8 və 9 ancaq ödəyəcək. Bizim cavabımız nə olacaq? C variantı. Ola deyir ki, 6, 0, 2 üstündə xətt nə idi? Natural ədədlərə baxmışıq, aydındır ki. Bilirik ki, buradan, yəni bu 3 rəqəmli bir ədəddir, aydındır ki. Kəsrində A-nın yerinə hansı rəqəmləri yazdıqda düzgün kəsr alınır? Düzgün kəsr nə idi? A bölünsün B. Sürət, bax, məxrəc sürətdən böyük olmalıdır. Yəni B böyük olmalıdır A-dan. Onda 632 böyük olmalıdır nədən? 6A 2-dən. Bax, təklik eynidir, yüzlük eynidir. Yəni bunları mən apara bilərəm. Zaten bunlar yəni nətər deyim? Bunlar zaten eynidir. Biz onluqları müqayisə eləməliyik. Yəni buradakı 3A-dan böyük olmalıdır. Okay? Bildiniz?
Bu belə bir şey olmalıdır və A burada rəqəm olmalıdır. Bax rəqəm. Rəqəm nə idi? 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. Okay? Yəni 3-dən kiçik neçə rəqəm var? 0 var, 1 var, 2 var. 3 yoxdur ki. Bax 0, 1, 2. Cavab oldu A variantı. Çox bəsit bir şeydir əslində. Okay? Görürəm ki, yüzlüklər eynidir, təşkillər eynidir. Mən nəyi müqayisə etməliyəm? Onluqları müqayisə etməliyəm. 3A, A-nın da rəqəm olduğunu bilirəm. Rəqəmləri yazıram, kiçikləri götürürəm, vəsə. Cavab oldu A variantı. Suala deyir ki, x-in hansı ən kiçik natural qiymətində 5x çıxılsın 4 bölünsün 17 kəsir düzgün olmayan kəsirdir. Düzgün olmayan nə idi? Bax, yenə deyirəm, A bölünsün B-dirsə, A necə olmalıdır? Böyük bərabər olmalıdır B-dən. Yəni, sürət məxrəcdən böyük bərabər olmalıdır. Eyni şey buna tətbiq etsəm, 5x çıxılsın 4 böyük bərabər olmalıdır. Nədən? 17-dən. İndi 4-ü o tərəfə atsam, 5x böyük bərabər olmalıdır 21-dən. Hər dəfə 5-ə bölsəm, x böyük bərabər olmalıdır. Nədən? 4,2-dən. Bunu belə bərabərsə, yəni parça şəklində yazmağa çalışsam, 4,2, yəni məncə bunu bilirsiniz hamınız, müsbət sonsuzluqdur. Yəni burada alınacaq minimum natural qiymət 5 olmalıdır. Çünki niyə görə? Baxın, 4 almaz ki, artıq 4-ü keçib də. Çünki 4-dən sonra 4,2 gəlir axı. 4-dən sonra gəlir nə? 4,2. Okay, sonra 4,3. Belə-belə gedir. Hə, qrafik tabletim getdi işinə. Onun üçün belə çətin izah eləməyə başlayacağam nəsə. 5, yəni minimum bu 5 ala bilər. Necə ki, yəni 4,2-dən sonra nə gəlməlidir? 4,2-dən sonra gəlir 5. Sonra gəlir nəsə, nə oldu buna? Hə, 4,2-dən sonra nə gəlir? 5 gəlir, sonra 6 gəlir, sonra 7 gəlir, belə-belə gedir müsbət sonsuzluğa. Amma bizə deyir ki, ən kiçik, bax, x-in hansı ən kiçik natural qiyməti? Yəni x-ni alır, 4,2-dən müsbət sonsuzluğa qədər istənilən qiyməti alır. Amma bu deyir ki, ən kiçik natural həlli. Hansıdır bu? 5-dir də. Yəni 4,2-dən sonra 5 gəlir, aydındır ki. Belə. Cavabımız nə olur? Y variantı. Baxaq bu suala. Deyir ki, A-nın hansı natural qiymətində 3 bölünsün A üstə yazsın 1 kəsir düzgün olmayan kəsirdir. Bax, yenə hər dəfə göstərəcəm bunu. Düzgün olmayan olması üçün B, bax, yox, A böyük bərabər olmalıdır B-dən. Bax, A böyük bərabər olur B-dən. Düzgün olmayan olması üçün. Okay? Yəni 3, bax, buna uygula. Böyük bərabər olmalıdır nədən? A plus 1-dən. Hə? İndi 1-i at o tərəfə. A kiçik bərabərdir nədən? 2-dən. Hə? 2-dən. 2-dən. Deyir ki, A-nın hansı natural qiymətində? Bax, A burada nə ala bilər? Natural olaraq sadəcə 1 və 2 ala bilər də. Başqa heç bərabərdir deyə 2 ala bilər, ha. 2 ala bilər. Yəni 0 ala bilməz. Niyə? Çünki 0 natural bir ədəd deyil. İlk video baxmısınızsa görərsiniz. Okay? Yəni qısaca cavabımız 1 və 2 olur. Bəsit bir sualdır. Sadəcə nədir? Düzgün və düzgün olmayanı ayırmaq lazımdır və A1 səviyyə bərabərliyi bilmək lazımdır. Bu qədər bəsit. Yəni baxaq bu suala. Deyir ki, B ən kiçik sadə ədəddir. Ən kiçik sadə ədəd hansı idi? 2 idi də. B 2-yə bərabərdir. Deyirsən ki, niyə 1 olmur? 1 nə sadə idi, nə mürəkkəb idi. Ümumiyyətlə, sadə ədədin tərifi nə idi? Yəni, 2 dənə müxtəlif sadə vurğu varsa, bu sadə ədəddir. Yəni, onsuz da hər ədədin bir sadə vurğu 1-dir, bir də özüdür. Yəni, B-dəki, yəni 2-dəki ən kiçik sadə ədəddir. Nəsə bunu çox qurcalamayaq. Yəni 2 olduğunu zaten hamımız bilirik. Okay? İndi gətirib burada 2-ni yerinə qoyaq. Deyir ki, bu ifadənin düzgün kəsr olması üçün, yəni 2 bölünsün 5 çıxılsın A-nın düzgün kəsr olması. Düzgün kəsr üçün şərt nə idi? Məxrəc sürətdən böyük olmalıdır. Bax, böyük bərabər yox ha, böyük olmalıdır. 5, bax 5 görüm də yaza bilsəm. Aha, 5 çıx A nə olmalı? Böyük olmalıdır nədən? 2-dən. İndi A-nı atın bu tərəfə, 2-ni atın bu tərəfə. A-nı atın bu tərəfə, 2-ni atın bu tərəfə. Okay. Onda nə olacaq? A mən kontrol edə bilmirəm bu dəqiqə bir dəqiqə. Aha. A kiçik olur nədən? 3-dən. 3-dən şərti ödənir. A kiçikdir, 3-dən şərti ödənəcək burada. Okay. Cavab olacaq nə? C variantı. Bu bəsit bir sualdır. Yenə deyirəm, B-nin 2 olduğunu görmək lazımdır və sadəcə yenə deyirəm, bərabərsizlik. Düzgün və düzgün olmayanı ayırmaq lazımdır və bərabərsizlik əldə etmək lazımdır. Bu qədər bəsit. Bax bu nümunəmizə məxrəci 19 olan ən böyük düzgün kəsir. O hansıdır? Bax, məxrəci 19-dur. Düzgün nə demək? Düzgün ümumiyyətlə məxrəc ən böyük olmalıdır. Yəni bundan bir tık balaca götürməliyəm. Çünki 19-da 19 nədir? 19-da 19
düzgün olmayandır da. Çünki nətər deyim, bunlar bir-birinə bərabərdir. Bir-birinə bərabərsə, ümumiyyətlə bu 1 də. 1 özü də düzgün olmayan kəsilmiş. Belə də öyrənmiş olduq. Okay? 19-dan 18, yəni maksimum, yəni düzgün məxrəci 19 olan düzgün kəsrlərin maksimumudur. Yəni bundan o tərəfə ala bilməz artıq. Okay? Deyir ki, bundan çıx deyir. Ən kiçik, yəni məxrəci 19 olan, ən kiçik də 1 olacaq da. Aydın ki, 1-dən kiçik bir natural ədəd yoxdur. Dediyim kimi bu ikisi də natural olmalıdır bunların. Deyərsən ki, bura 0 yaz. Nətər 0 yazım? 0 natural ola bilməz axı. Deyərsən ki, mənfi yaz. Mənfi də yazamaram axı. Şərtimiz o idi ki, ümumiyyətlə adi kəsirlərdə 2 də bu da natural olmalıdır, bu da natural olmalıdır. Yəni naturalın maksimum budur, minimum budur da. Okay? Kəsirlərin çıxılması, yəni bu səviyyədə yəqin ki, bilirsiniz. 19 bu ortaq qalır. Yəni ortaq deyim, ortaqlarsa eyni qalır. 18-dən sadəcə biri çıxıram, 17 olur. Cavabımız nə olur? Y variantı. Aha bu nümunəmizə deyir ki, n-in hansı natural qiymətində bu kəsri düzgün kəsirdir. Düzgün kəsr olma şərti var idi. Dedim axı, məxrəc sürətdən böyük olmalıdır. Düzgün kəsr olması üçün məxrəc nədir? 2n 2n plus 4 nə olmalıdır? Böyük olmalı. Bax, böyük bərabər yox. Yəni deyirəm, böyük olmalıdır 3n-dən. Hə? İndi bunu atsam bu tərəfə. N kiçikdir. Nədən? 4-dən. N kiçik 4-dənsə və n naturaldırsa bu nə ala bilər? 1 alar, 2 alar, 3 alar da, amma başqa heç nə ala bilməz. Nə 4 alar, nə 0 alar. Başqa bir şey ala bilməz. Cavab olur Y variantı. Bəsit sual idi, sürətli sual idi. Bu tip bir buraxılışa sual düşəndə də yəni 30 saniyənizdən artıq almasın. Bax bu sual tipi. Bu sual tipi həqiqətən çox istifadə olunur. Həm 9-da, həm 11-də, OTK-da, yəni bloka qədər istifadə olunur. Onun üçün bilin. Deyir ki, baxın. M-in neçə natural qiymətində? Bax, natural M tapacağım M qiyməti müsbət olmalıdır, natural olmalıdır. M kvadrat plus 5M plus 6 bölünsün. M kəsri natural ədəddir. Biraz təcrübəli adam. Burada ikisi də natural yox. Cavabı da natural istəyir, M-i də natural istəyir. Buradan görürəm ki, bax, təcrübəli üçün deyirəm ha. Cavab nə deyim, sərbəst səthin, bax burdakı sərbəst səthin bölənləri içində olur. Okay? Yəni 6-nın bölənləri nədir? 1-dir, 2-dir, 3-dür, bir də 6-dır da. Başqa heç nəyə natural olaraq bölünmür. Okay? Cavabı proma 4 işarətləyirəm. Amma yox, mən qanuni yolla yazmaq istəyirəm deyirsənsə, belə edirsən. Bir-bir bunların hamısını böl. Bax, bunları parçala da belə deyim, belə parçala. Yəni m kvadratını böl m-ə, üstünə gəl, 5m-i böl m-ə, üstünə gəl, 6-nı böl m-ə. Bu ortaq məxrəclərin hamısı m-də axı. Məxrəc olduğu kimi qalır. M kvadrat üstünə yazsın, 5m üstünə yazsın, 6-dır. Görürsən? Bax, eyni şeydir. Sadəcə bunu belə yazıram. Mən ürəyim belə istəyir yazmaq. Okay? İndi burada bunları ixtisar apar. Bunu ixtisar apardım, m qaldı. Bunu ixtisar apardım, nə qaldı? Üstünə gəldim 5. Bunun üstünə gəldim 6 bölsə, yəni burada ixtisar edəcək bir şey yoxdur. Bax bu, həmin bu ifadə budur da, eyni şeydir. Sadəcə sadələşdirdim. Bax deyir ki, bu natural ədəd olsun. M-in hansı natural qiymətində bu ifadə natural olsun. Okay? Və natural olması üçün burada 3 dənə hədd var da. Bu 3 həddin 3-ü də natural olmalıdır bilirəm ki. 5 onsuz da naturaldır. Natural bir ədəddir. M onsuz da bizdən natural bir həll istəyir. Yəni m-i onsuz da mən natural tapacağam. Yəni tapası olsam m-i natural tapacağam. Onun üçün bunu da kres istəyirəm çünki bu da naturaldır. Hə, demək nə olmalıdır? 6 bölünsün m natural olmalıdır. 6 bölünsün m nə olmalıdır? Natural olmalıdır. 6 bölünsün m natural olması üçün m burada 6-nın bölənləri içində olmalıdır. 6-nın bölənləri nədir? 1-dir, 2-dir, 3-dür, bir də 6-dır. Yəni mən bura m-in yerinə bunlardan başqa hansısa bir qiymət yazsam, artıq o natural olmayacaq, tam ədəd olacaq. Məsələn deyirəm 4 qoydum. 6-nı 4-ə bölüm nə edir? 1.5. 1.5 natural ədəddir? Yox. 1.5 natural ədəd deyil. Yalnız bu 4 qiymət qoyduqda natural olacaq. Yəni 6 bölünsün 1 6, 6 bölünsün 2 3, 6 bölünsün 3 2, 6 bölünsün 6 1. Bunların hamısı naturaldır. Yəni sadəcə və sadəcə 4 qiymətdə ödəyəcək bu. Okay? Deyərsən ki, yaxşı, -1, -2, -3, -6 versiyonlar da var da. Bunlar niyə görə? Məsələn, bəlkə də ödəyərdi. Bəlkə də elə bir qiymət qoyardı ki, bu 5 ilə gələrdi, elə eləyərdi ki, bu ümumi natural alınardı. Ola bilər ki, bu mənfi olsun, bu mənfi olsun. Amma bəlkə də bu ümumi natural alınardı. Amma ay qardaş, görmürsən, bax deyir ki, m də deyir natural olmalıdır da, m də natural olmalıdır. M-in tam qiymət desəydi, hə, sən deyən idi. Amma m-in natural qiymət dediyi üçün mənfiləri götürməyəsən. Ancaq müsbətləri götürsən və 4 cavabımız olacaq nə? Y variantı. Belə bir sualın izahına baxaq. Məncə maraqlı və olduqca, yəni buraxılış üçün ağır deyilə biləcək sualdır. Vaxt alıcı sualdır. Okay. Deyir ki, 5 kiçik bərabərdir. 5 nədir? B kiçik bərabərdir 4 olarsa, AB 2 rəqəmli ədədi, bu 2 rəqəmli ədəddir bu arada. 2 rəqəmli ədədi bölünsün BA 2 rəqəmli ədədi şəklində olan neçə düzgün kəsir var? Düzgün kəsirin şərti nə idi? Məxrəc sürətdən böyük olmalıdır. Yəni burada məxrəc nədir? BA 2 rəqəmli ədədi
böyük olmalı nədir? AB 2 rəqəmli ədədindən böyük olmalıdır, okey? Burası tamamdır, amma bir şey də bilməliyəm ki, buradakı A-da, B-də nə olmalıdır? Rəqəm olmalıdır. Rəqəm. Rəqəm nə idi? 0-dır, 1-dir, 2-dir, 3-dür, 4-dür, 5-dir, 6-dır, 7-dir, 8-dir və 9-dur. Bunlardan birinə aid olmalıdır. Bunlardan birinə bərabər olmalıdır. Orası heç. Yəni bu niyə görə belə elədiyimizi bilmirsə, natural ədədlər videosuna baxın, videolarına baxın. Orada çoxca buna toxunmuşam belə deyim. Əgər 2 rəqəmli ədəd, belə 2 rəqəm, 3 rəqəmdən 10 rəqəmlə 9 rəqəmli verilibsə, bunların bütün hədləri rəqəmə bərabər olmaq məcburiyyətindədir. Aydındır ki, bax bu rəqəmlərdən 0-a bərabər olmayacaq heç biri. Niyə görə? Çünki 0-la rəqəm başlamır. Bax 0-la rəqəm başlamır. Başlaya bilməz. Onun üçün 0-ı çıxıram. Yəni yalnız və yalnız 1 2 3 4 5 6 7 8 və 9 rəqəmlərindən birinə aid olmalıdır. Yəni B kiçik bərabər 4-dəndir. Axı burada 4-dən kiçik hansı rəqəmlər var? 0 dedim olmaz. 1 var, 2 var, 3 var, 4 var. Yəni kiçik bərabərdir. Axı bərabər olduğu üçün bunu da götürmək məcburiyyətindəyəm. Okay? Bəli, indi bu bərabərsizlik həll edir. Çünki tamam bura qədər gəldim, amma mən hələ də nə qaracağımı bilmirəm. Bərabərsizlik həll edək, görək başımıza nə gəlir. Bunu açmağı bilirəm mən. 10 B üstünə gəlsin A böyüdür 10 A üstünə gəlsin B. Hə? İndi A-nı bu tərəfə atım, B-ni bu tərəfə atım. Ən yaxşısı. 10 B-dən B çıxanda nə olur? 9 B böyüdü nədən? 9 A-dan. 9-lar ixtisar apara bilərəm hər tərəfdən də. B böyüdü A-dan. Ha, bax görürsən B-nin hansı qiymətlər aldığını mən bilirəm. Yəni bu qiymətlər alır. A, amma bunlardan daha kiçik qiymətlər alır. Yəni yəni bütün bunlara 1-ə də, 2-yə də, 3-ə də, 4-ə də bundan daha kiçik bir A kombinasiyası uyğunlaşdırmalıyam. Çünki şərtim odur da. Görürsən B kiçikdir, B A kiçikdir B-dən. Deməli 1-dən kiçik bir kombinasiya götürməliyəm. 1-dən kiçik nə var? Rəqəm olaraq. Çünki dedim axı A da rəqəm olmalıdır. 1-dən kiçik rəqəm nə var? 0 var. Dedim axı ikisi də 0 olmaz. Bunların ikisi də 0 olmaz. Deməli 1 üçün hər hansı bir B və A qiyməti ödəmir. A qiyməti ödəmir. 2-yə baxaq. 2-dən kiçik hansı rəqəm var A üçün? 1 var da və 0 var, 0 olmur. 2-dən kiçik 1 var. Deməli bu bir haldır. Və bu nə deməkdir? Yəni A-nın 1, B-nin 2 qiyməti. Yəni bu nə deməkdir? 12-də 21-də, hə? 12-də 20 gətirib yerine qoyanda. Bu düzgün kəsirdir? Bəli, düzgün kəsirdir. Deməli bu heç, bu getdi. Başqa hal yoxdur. 3 üçün nə qoya bilərəm bura? 3 üçün 2 qoya bilərəm və 1 qoya bilərəm də kiçik, ondan kiçik. Okay? Yəni B-nin 3 qiymətində A-nın həm 2, həm də 1 qiyməti ola bilər. Yəni bu o deməkdir ki, 23 və 32 bu düzgün olmayan kəsirdir. Yəni bununla uyğunlaşdırıram və eyni zamanda 13 və 31 bu da düzgün kəsirdir. Bu da yəni belə deyim, anlamağa çalışın. Anlamadınızsa geriyə sarın bir də başdan başlayım. Çünki zaten video ya həll uzundur, biraz da uzadıb başınızı qarışdırmaq istəmirəm. Okay, bu belədir. Bu da deməli neçə halımız oldu? 1 2 3 halımız hələ ki var. 4-ə baxaq. 4-dən kiçik neçə hal var? 1 var, 2 var və 3 var da. Yəni A kiçik olmalıdır. A B-dən kiçik olmalıdır və B-dən kiçik 3 rəqəm var. Yəni 4-dən kiçik burada 3 rəqəm var. 1 var, 2 var, 3 var. Hansı hallarımız ola bilər? Birinci 1-ə görə baxanda 14 və 41 ola bilər. Bax yenə deyirəm, gətirib A-nı da B-ni də burada yerinə qoyuram. 14 və 41 ola bilər. Sonra nə ola bilər? 24 və 42 ola bilər. Sonra nə ola bilər? 34 və 43 ola bilər. Bu da ödəyir. Yəni neçə halımız oldu? 1 2 3 4 5 6 cavabımız nə oldu? D variantı. Bu qədər bəsit. Okay? Bu video deyir ki, n-in neçə tam, artıq natural demir, görürsən tam deyir. Neçə tam qiymətində bu ifadə kəsrin qiyməti ilə tam ədəd olur. Bax görürsən, bayaq natural soruşurdu, indi tam soruşur. Okay? Yenə deyirəm, bax, bunu böl. Bax belə bir böl, belə bir böl, belə də bir böl. Yəni 3n kvadratı bölünsün n, üstünə gəlsin 5n bölünsün n, çıxılsın 12 bölünsün n. Yəni bunu bu şəkildə yaza bilərsən də, eyni şeydir zaten. Okay? N-lər gedəcək, bax hara apardım. N-lər gedəcək. Burada da n-lər gedəcək. Burada olduğu kimi qalacaq. Yəni 3n üstünə gəlinsin 5, çıxılsın nə 12 bölünsün n. Bax bu ifadə nə olmalıdır? Tam olmalıdır. Yəni deyirəm, tam nədir? Yəni saya bilirsən. Yəni saya bilirsən dediyim mənfiləri sayamırsan tam olaraq, amma yəni saya bildiklərin və onların mənfi versiyaları eyni zamanda sıfırdan tam ədəd sayılır, okay? Yəni bunların üçü də tam ədəd olmalıdır. Tam. Yəni kəsirsiz falan olmalıdır. Başa düşsən? Tam olmalıdır. Bu da tam olmalıdır, bu da tam olmalıdır, bu da tam olmalıdır. Aydındır ki, yenə deyirəm, n əgər tam olacaqsa, bu 3n onsuz da tam olacaq. Onun üçün buna baxmağa ehtiyac yoxdur. 5 onsuz da bir tam ədəddir. Yenə mənfi 12 çıxılsın n-ə baxacağam, amma yenə bunları birbaşa tullamıram. Baxdığım qiymətlərə baxacağam. Görüm ümumi
ədəd tam alınırmı? Heç vaxt baxmağa da ehtiyac yoxdur. Çünki mənfi alınır. Deyək ki, mənfi 99 alınır. Bu onsuz da tam ədəddir də. Nəysə, orasına baxacağıq. Yenə deyirəm, 12-ni bölənlər arasında axtaracağam. 12 bölünsün n. 12 bölənlər arasında n burada nə ala bilər? 1 alar, 2 alar, 3 alar, 4 alar, 6 alar və 12 alar. Okay? Və eyni zamanda bunun mənfilərini ala bilər. Mənfi 1 alar, mənfi 2 alar, mənfi 3 alar, mənfi 4 alar, mənfi 6 alar və mənfi 12 ala bilər. Və yenə deyirəm, tam ədəd olduğu üçün bu mənfiləri də götürə bilər bu arada. Okay? Və bunların istənilən halda bunları gətirib eni yerinə qoyanda aldığımız bu ifadənin qiyməti tam ədəd olacaq onsuz da. Okay? Yəni desəydi, yox, enin neçə tam qiymətində bu natural olardı. Bir-bir gətirib bunu yoxlayacaq idin, eni gətirib yerinə qoyacaq idin. Hansı natural isə o halları götürəcəkdin. Amma artıq bizə tam deyirsə, yəni mən vecimə deyir burada müsbət ya da mənfi alınacaq. Okay? Hamısını götürəcəm. Yəni neçə halımız oldu? 1 2 3 4 5 6 7 8 9 10 11 12 halımız oldu bizim burada. 47-ci sualda cavabımız nə oldu? 12. Okay. Da belə. Belə bir suala. Yəqin ki, ilk partın son videosudur. Deyir ki, 36 çıxılsın n kvadratı bölünsün n kvadratı kəsirinin qiymətlərinin tam ədəd edən natural n-lərin cəmi tapın. Yəni nə deyir? Bayaqki sualların elə bil tərsdən yazılmış versiyası. Deyir n natural olmalıdır. Deyir ki, bax, n-lərin natural n-lərsə, amma deyir bu ifadə ümumi tam ədəd olsun. Yəni natural olma şərtini qoymuram, tam ədəd olsun. Okay? Yenə eyni şey eləyəcəm. Yəni tərəf-tərəfə bölməyə çalış. 36 bölünsün n-in kvadratı çıxılsın n kvadratı bölünsün n-in kvadratı. İndi nə olacaq? 36 bölünsün n-in kvadratı çıxılsın 1. Yəni bu ədəd tam ədəd olmalıdır. Amma n-in natural qiymətlərində tam ədəd olması üçün, yəni tam ədəd dediyim kimi hər hansı bir ədəddən 1 çıxırsa, amma bu 36-nın bölənləri arasında olmalıdır bu n kvadratı. N kvadratı 36-nın bölənləri arasında olmalıdır. 36-nın bölənləri nədir? 1-dir, 2-dir, 3-dür, 4-dür, 6-dır, 12-dir və 36-dır. 36-dır. N-də deyirəm axı natural olmalıdır. N natural olmalıdır. Bax, n kvadratı 1-dirsə, n nə olacaq? 1 olacaq. 1 naturaldır, ödəyir. N kvadratı 2-dir, kök altı 2 olacaq. Ödəmir. Bax, kök altı 2, kök altı 2. Natural deyil. Kök altında 3 natural deyil. Kök altında 4 nə edir? 2 eləyir. 2 naturaldır, naturaldır. 6 ödəyir, ödəmir. Kök altında 6 natural deyil. Okay? 12 ödəyir, ödəmir. 36 ödəyir, ödəyir. 36 nə çıxır? 6 çıxır. Baxın, yenə deyirəm. Bu nəyinsə kvadratı 1-dir. N-in kvadratı 1-dirsə n 1-dir. N-in kvadratı 4-dürsə n 2-dir. N-in kvadratı 36-dırsa n nədir? 6-dır. Başa düşsən? Yəni 3 halda var. Natural n-lərin cəmini tapın. Bax, yenə deyirəm, gətirib yerinə qoysan, bura 36 qoysan 1-dir. 1-dən 1 çıxanda deyir, 0 eləyir. 0 tamdır, tam ədəddir də, yəni amma böyük bir problem deyil. Biz bura baxmırıq. Biz bura baxırıq ki, bu bölünsün, konkret bölünməlidir. Bölünməlidir ki, tam ədəd alınsın. Amma tam ədədin mənfi ya da müsbətliyi mən vecimədə döyüşərsən. Okay? İndi nə oldu? 3 halda oldu da. 1-də, 1-də, 2-də və 6-da. Deyir, natural n-lərin cəmini tapın. 9 eləyir də. Bu eləyir 8. Bu da 1, 9. Cavab elədinə 9. Bu qədər. 9 olmur. Nətər 9? Yaddan çıxan nə var? 9 var. Deyirəm axı, bu sualı mən əvvəl də işləmişdim. Bunun cavabı 9 deyil. Bax, burada bir 9 olmalıdır. Çünki 36-nın bölənləri içində eyni zamanda 9 da var. Ötürmüşük. 6 və 9 var. Yaxşı, 9 nəyin kvadratıdır? 3-ün kvadratıdır. Yəni n bir də 3 də ala bilər burada. N 3 də ala bilər. Yəni cavabımız nə olacaq burada? 12 olacaq da. Yəni 9-un da üstünə 3 gəl, nə edir? 12 alınır. Yenə deyirəm, baxın, çox böyük bir problem deyil məncə bu. Bu sual. Ümumiyyətlə, yenə yəni həmişə elədiyimiz kimi bunu buna böl, bunu buna böl. O biri suallarda olduğu kimi. Okay? Böldün, gəldin, yəni belə bir şey çıxartdın. Deyir ki, bu ədəd tam olsun, amma n natural olsun. N-in natural olacağı halda. Yəni, ümumiyyətlə, ilk öncə tamlığa baxıram. Görürəm ki, tam olması üçün bu ədəd tam ədəd olmalıdır. Bax, bu ədəd. Bu ədədin tam olması üçün n kvadrat 36-ın bölənləri üçün olmalıdır. 36-ın bölənlərin belə baxıram. N natural olmalıdır. Çünki biz bunu bilirik. Burada şərt verib. N natural olmalıdır. Hə, bir başlayıram yoxlamağa. 1-in kvadratı nədir? 1. 4-ün kvadratı, yəni 4-dən nə çıxır? 2. 9-dan nə çıxır? 3. 36-dan nə çıxır? 6. Biraz dağınıq izah elədim bəlkə də. Amma yenə də başa sarıb baxsaz, məncə başa düşəsiniz.